Həmişə bir düşmən tap. Həmişə. Yoxdursa yarat. Bu ölkənin iqtisadiyyatını mən düzəldəcəm. Şu 24'ünü hayırlısıyla bir atlatalım. 24'ünde siz bu kardeşinize yetkiyi verin. Ondan sonra bu faizle, şunla, bununla nasıl uğraşılır göreceğiz. Mən sizin səsinizəm. Mənə səs verin, gələcəyinizi xilas eləyin. I am your voice. So to every parent who dreams for their child and every child who dreams for their future, I say these words to you tonight. I am with you, I will fight for you, and I will win for you. Mən prezident olsam, bütün problemlərinizi həll eləyəcəm. Bunu mən sizə deyirəm. Viktor Orban, Silvio Berlusconi, Marine Le Pen, Donald Trump və adını sadalamadığım yüzlərlə populist lider 21-ci əsrdə dünyaya necə hökm eləyirlər? Populizm demokratiyanın başının bəlasıdır. Political Mess kanalının növbəti buraxılışına xoş gəlmisiniz. Lost my time, my life is going on. Növbəti yayımdan kanalımın videolarına davam eləyirəm. Çox təəssüflər olsun ki, saytın hazırlama prosesi bir qədər yubanır və bu biraz məni narahat eləyir. Texniki qismlər qalıb, onlar həll olunduqdan sonra mən saytda mütəmadi olaraq öz məqalələrimi paylaşmağa başlayacağam. Amma bu ərəfədə sizi boş qoymaq istəmirəm və populizmdən danışmaq istəyirəm. Mən inanıram ki və əminəm ki, bu video sizə populizmin nə olduğunu çox sadə formada sizə izah edəcək. Siyasi ədəbiyyatda populizm hazırda daha çox müzakirə olunur. Populizm, populist lider. Yəni bunlar nə deməkdir ümumiyyətlə? Gəlin bunu öncə başa düşək. Populizm siyasətdə xalq və elit arasında qarşıdurmaya əsaslanan bir yanaşmadır. Buna mən nəyə görə ideologiya demirəm? Son 2 həftədə populizmlə bağlı çox məqalə oxumuşam və əsas da Boris Populizm kitabını yazan Jean-Werner Müller iddia edir ki, populizm bir ideologiya deyil. Çünki bu siyasətin nə sağ qoluna aiddir, nə də sol qoluna aiddir. Yəni ona görə öncədən demək istəyirəm ki, populizmin ideologiya olduğunu israrla bildirən varsa, zəhmət olmasa mənə bildirin. Mən də bu barədə biliklərimi biraz da genişləndirim. Populizmi təbliğ edən siyasətçilər populist liderlər adlanır. Populist liderlər həmişə özlərini xalqın nümayəndəsi kimi təqdim edirlər. O liderlər hesab edirlər ki, biz xalqıq və ya mən xalqın nümayəndəsiyəm. Yalnız mən xalqın dərdini çəkirəm. Yalnız xalqı mən düşünürəm. Bu boyda cəmiyyətdə məndən başqa xalqı düşünən yoxdur. Əgər kim deyirsə ki, mən xalqın nümayəndəsiyəm, mən sizə kömək edəcəm, boş söhbətdir. Amma mən iddia edirəm ki, mənəm xalqın nümayəndəsi və bitdi. Bu mövzu bir daha müzakirəyə açıq deyil. Bəli, populist liderlər həmişə bunu iddia edirlər və bunun arxasında çox böyük bir hekayə yatır. İndi gəlin baxaq görək ki, bu ümumiyyətlə populizmin xüsusiyyətləri nədir? Populizmin ən birinci xüsusiyyəti, populist liderlər həmişə emosional və sadə ifadələrdən istifadə edirlər. Videonun əvvəlində dediyim kimi. Əgər məni seçsəz, mən sizi firavan formada yaşadacam. Bu ölkənin tarixində heç vaxt mənim kimi lider olmayıb. Siz mənə səs verin, bütün problemlərinizi həll eləyəcəm. Və gəlin fikirləşək ki, nəyə görə bunlardan istifadə edirlər, nəyə görə lazımdır? Populist liderlərin həmişə səsə ehtiyacı olur. Çünki onlar seçki kampaniyaları dövründə əsaslı bir statistika ilə xalqın qarşısına çıxa bilmirlər. Əgər çıxa bilsələr də bunu ifadə etməkdə bir növ çətinlik çəkirlər. Və onlar düşünürlər ki, əgər mən xalqın sadə dildə və başa düşəcəyi dildə emosional ifadələrlə özümü ifadə eləsəm, hər şey yaxşı olacaq. Və mən bu halda seçiləcəm, xalq mənə səsini verəcək və mən uzun illər hakimiyyətdə qalacam. Yuxuda görərsən, elə şey yoxdur. Populizmin ikinci ən əsas xüsusiyyəti odur ki, populist liderlər daim xalqdan danışırlar. Məndən başqa kimi görürsəsə, hamı düşməndir, hamı elitanın bir parçasıdır. Hamı öz cibini düşünür. Mən xalqın nümayəndəsiyəm. Çünki mən sizdənəm. Bir derdiniz varsa ben buradayım. Bana gel, bana. Ben buradayım. Başkasına yürüme. Təsəvvür edə bilirsiniz, heç bir siyasətçi təmiz deyil və onlar sadəcə müsbət tərəflərini göstərmək istəyirlər. Bu qismi mən mütləq formada tənqid eləməliyəm. Əgər bir lider deyirsə ki, mən xalqın nümayəndəsiyəm və məndən başqa hamı yalandır, bu siyasi pluralizmi öldürür. Siyasi pluralizm cəmiyyətdə siyasi fikirlərin açıq şəkildə ifadə edilməsi və qəbul edilməsidir. Siyasi pluralizmə görə
Hər bir səslənən fikir tolerant qarşılanmalıdır və dözümlülük prinsipi qorunmalıdır. Siyasi pluralizmi isə biz daha çox demokratik ölkələrdə görürük. Amma populist liderlər deyirlər ki, bütün fikirlər yalandır. Mənim səsləndiyim fikirlər yalnız doğrudur. Bu isə sual yaradır və həmçinin belə bir arqument qoyur ki, populist liderlər həmişə siyasi pluralizmi mənfi olaraq qiymətləndirirlər. Çünki onlar hesab edirlər ki, onlar yalnız xalqın üzvüdür və cəmiyyətdə yaranan başqa bir fikir, başqa bir müxalifətin lideri siyasi pluralizmin inkişafına səbəb ola bilər. Yəni qısacası, liderin məqsədi odur ki, mən təkcə buradayam, mən ancaq düşünürəm, mən qərar verirəm, mən sizin istədiyinizi eləyirəm. Qalan kim nə deyirsə yalandır. Sizə bu yerdə bir dənə video göstərmək istəyirəm. Bəlkə də həyatınızda belə bir populist çıxış görməmisiniz. İzləyək. I have only one friend, the Hungarians. Bu videoda deyilir, mənim bir dənə dostum var, o da Macarlardır. Diqqətlə fikir verdiniz, necə populist çıxışdır? Aldatmağa yönəlir. Mən iddia eləmirəm ki, Viktor Orban yalançıdır. Amma videonun növbəti dəqiqələrində mən sizə konkret кейslərlə detallı məlumat verəcəm. Keçək populizmin 3-cü xüsusiyyətinə. Populizmdə lider mərkəzçiliyi həmişə ön planda olur. Şəxsi karizma, xilaskarlıq rolu, ölkəsini qoruyan insan və yalnız ölkəsini düşünən insan. Belə bir karakter formalaşdırırlar. Necə də qəribədir. Elə bil ki, bu ölkədə səndən başqa heç kim dövləti düşünmür. Bu isə populizmin növbəti əsas xüsusiyyətidir. Populizmin 4-cü əsas xüsusiyyəti institutlarla gərginlikdir. Məhkəmə, parlament, media, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, populist liderlər bu institutlara nifrət edirlər. Çünki müstəqil institutlar onları ifşalayırlar. Populist liderlərin mənfi tərəflərini ifşalayırlar. Axı mən videonun əvvəlində demişdim, populist liderlər çalışırlar ki, həmişə saf bir görüntü yaratsınlar ki, yalnız mənəm burada, yalnız mən xalqı düşünürəm. Amma müstəqil media isə deyir ki, elə deyil əslində, sənin də pis tərəflərin var, sən sadəcə səs qazanmaq üçün belə bir ritorikadan istifadə edirsən. Hə, bəs bu necə olur? Gəlin birbaşa detallara gedək. Mən sizə bu dəfə Macarıstanın baş naziri Viktor Orban barədə danışmaq istəyirəm. Bu arada, bu il, yəni 2026-cı ildə Macarıstanda parlament seçkiləridir. Parlament seçkilərində Viktor Orbana ən əsas namizəd Peter Magyardır. Əslində bu il çox həyəcanlı ildir, çünki bu il Viktor Orbanın yenidən baş nazir seçiləcəyini ya görəcəyik, ya da görməyəcəyik. Onun əsas rəqibi Peter Magyar da çox güclüdür. Yetəri qədər namizədlərindən səs toplaya bilib və hətta aparılan sorğu göstərir ki, Peter Magyar hazırda Viktor Orbandan qat-qat öndədir. Videomuzun mövzusu bu deyil, mən sadəcə gündəm barədə qısa bir məlumat vermək istədim. Gəlin sizə Viktor Orban barədə bir qədər detallı danışım. Mən deyərdim ki, populizmin ən böyük isbatı Viktor Orbandır. Hər kəsin ağlına müxtəlif bir şəxs gəlir. Amma populizm deyəndə mənim ağlıma ən birinci şəxs Viktor Orban gəlir. Niyə? Gəlin sizə belə izah edeyim. Viktor Orban Macarıstanın 2010-cu ildən etibarən baş naziridir. Bu illərdə Viktor Orban çox populist çıxışları və siyasəti ilə yadda qalıb. Və məlum məsələdir ki, Macarıstan da Avropa Birliyinin üzvüdür. Və Avropa Birliyinin üzvü olduğu üçün Macarıstanın götürdüyü bir çox öhdəlik var. Viktor Orban çıxışlarında dəfələrlə bildirir ki, Avropa Birliyi bizim daxili işlərimizə çox qarışır. Məsələn, Brüssel bizə diktə eləyir. Brüssel bizə tapşırıq verir. Biz ancaq sanki Brüsselin tapşırıqlarını yerinə yetirməliyik. Yaxşı, bəs nəyə görə Brüsseldən sifarişlər gəlir? Ay Viktor Orban. Viktor Orbanın 2014-cü ildə çox yadda qalan bir çıxışı var. O elə bir cümlə işlədir ki, sanki Avropanın mərkəzində böyük bir zəlzələ yaradır. Mən sizə videonu hazırda təqdim edirəm, amma qısa olaraq deyim ki, Viktor Orban bildirir ki, demokratiya mütləq şəkildə liberal olmalı deyil. Ezzel magyarázható, tisztelt Hölgyeim és Uraim, hogy ma a sláger téma a gondolkodásban azoknak a rendszereknek a megértése, amelyek nem nyugatiak, nem liberálisok, nem liberális demokráciák, talán még demokráciák sem, és mégis sikeressé tesznek nemzeteket. Ma a sztárok a nemzetközi elemzésekben Szingapúr, Kína, India, Oroszország, Törökország. Yəni biz başqa avtoritar ölkələrin nümunələrinə baxaraq öz demokratik sistemimizi yarada bilərik. Təsəvvür edə bilirsiniz. Videoya diqqətlə baxdınız hansı ölkələrin adlarını çəkildi. O hissəni bir də yerləşdirirəm. Çox xahiş edirəm diqqətlə qulaq asın. Szingapúr, Kína, India, Oroszország, Törökország. Axı necə
Bunun hansı bir məntiqi açıqlaması var? Yəni bu birbaşa deməkdir ki, liberal demokratiyanın mövcudluğu bizi narahat eləyir. Müstəqil məhkəmə sistemi, media, parlament, bunlar elə-belə qurumlardır. Onlar olmasa da olar. Mən dedim axı, siyasi pluralizmin məhv olması məsələsi var. Əgər bu qurumlar olmasa, sənin şəffaflığını kim sorğulayacaq? Bu cümlə ilə 2014-cü ildə Viktor Orban Avropanın mərkəzində bir avtoritar laboratoriya yaratdığını rəsmən elan elədi. Yəni bu çıxış rəsmən demokratiyanın dəfni idi. Populizmin yüksəlişi idi. Sanki bu çıxışla demək istədi ki, mən demokratiyanı bastırıram və sizə populizmi təqdim edirəm. Mən sizin probleminizi bilirəm, yalnız mən həll edəcəm. Mənə demokratiya lazım deyil. Liberal demokratiya lazım deyil. Açıq şəkildə dedi ki, Amerikanın və Avropa Birliyinin demokratiya standartları bizə lazım deyil. Bir növ o macarlara seçim təqdim elədi. Sizə azadlıq lazımdır, yoxsa uğurlu bir dövlət? Mənə icazə verin ki, liberal demokratiya qaydalarını pozum, sizə uğurlu və zəngin bir dövlət verəcəm. Çox uzun bir məsələdir. Bilirəm çox detallıdır, amma sizə bir nümunə daha vermək istəyirəm. Populist liderlərin azad media düşmənçiliyi var. Onlar azad mediaya nifrət edirlər. Belə deyə bilərəm ki, azad media bir növ populist liderlərin qara işlərini ifşalamağı xoşlayır. Bunun ən bəsit nümunəsi isə yenə də Macaristana aiddir. Viktor Orban gözlənilməz bir formada 2016-cı ildə Nebza-Batsaq qəzetini bir gecədə bağladı və dünyada hazırda sağ siyasətin yüksəldiyini görürük. Ən pis tərəfi də bilirsiniz nədir? Viktor Orban hakimiyyətə gəldiyi gündən etibarən Christian Nation Culture siyasətini daim prioritet tuturdu. Yəni xristian milli dəyərlərin vurğulanması. Bu nə deməkdir? Bu siyasətə sahib olan populist liderlər hesab edirlər ki, biz daim ailə dəyərlərindən danışmalıyıq. Dini dəyərləri qorunmaq bizim ən ali prinsipimiz olmalıdır. Azad bazar iqtisadiyyatına o qədər önəm verməliyik ki, bunu tətbiq eləməsək, bu bizim həyatımıza çox böyük mənfi təsir göstərə bilər. Bu arada mən heç bir ailə və dini dəyərlərə qarşı deyiləm. Sadəcə bu mövzuların alət olaraq istifadə edilib populist liderlər tərəfindən tətbiq olunması və insanların həmin o liderlərə səs verməsi məni bir qədər incidir. Populist liderlər ailə və dini dəyərlərə bürünərək vətəndaşlardan səs almağa çalışırlar, hakimiyyətdə qalsınlar deyə. Bunu da qeyd edeyim ki, ədəbiyyatda çox müzakirə olunan bir mövzu var. Bugün demokratiyaya ən böyük təhdid avtoritar rejimlər deyil, populizmdir. Çünki populizm siyasəti insanların beynini hipnoz edə bilir. Və o qədər hipnoz eləyir ki, insanlar sadəcə emosional və sadə ifadələrə əsaslanırlar. Daha sadə şəkildə desəm, populist liderlərin sadə fikirlərinə qulaq asaraq heç bir iddiası olmayan bir siyasətçiyə səs verirlər. Bu isə həqiqətən demokratiyaya ən böyük təhlükədir. Və son olaraq populizmin sağ yoxsa sol siyasətə aid olduğu haqqında qısa bir məlumat vermək istəyirəm. Bugün dünyada ən qədər həm sağçı, həm də solçu populist liderlər var. Gəlin sizə solçu populist liderlərin adlarını çəkim. Hugo Chavez, Nicolas Maduro, Evo Morales, Bernie Sanders. Həmçinin sağçı populist liderlərin də adlarını çəkə bilərəm. Donald Trump, Viktor Orban, Marine Le Pen, Matteo Salvini və başqaları. Yəni sadəcə olaraq demək istəyirəm ki, populizm həm sağ siyasətdə, həm də sol siyasətdə özünü göstərə bilər. Yəni düşünməyək ki, populizm tək bir xəttə aiddir. Belə, bu dəfəki yayımım populizm siyasəti haqqında idi. Mən ümid edirəm ki, sizə qısa və sadə formada bütün detallı məlumatları nəzərinizə çatdıra bildim. Ümid edirəm ki, videonu bəyəndiniz. Political Maze layihəsinin böyüməsi üçün YouTube kanalımıza abunə olmağı, şərhə öz fikirlərinizi yazmağı və videonu bəyənməyi unutmayın. Həmçinin bu videonu dostlarınızla paylaşın ki, populist liderlərin bugün bizi necə aldatdığını onlar da görsünlər. Amma gəlin azından populist liderləri inanmayaq. Çünki onlar bizə heç nə vəd eləmir. Sadəcə bizə ağ kağız, emosiya və sadə fikir ifadə edirlər. Məni dinlədiyiniz üçün hamınıza çox təşəkkür edirəm. Növbəti yayımlarda görüşmək üzrə. Hələlik.